Bismillah, elhamdülillah, salatu ve selamu ala Resulillah, amma ba'd, esselamu aleyküm ve rahmetullah. Əziz və dəyərli müsəlman bacı və qardaşlar, Müqəddimətül Hədramiyyədən növbəti dərsimizi oxuyuruq. Bu dərsimiz istifadə olunmuş su haqqında olacaqdır. Yəni, istifadə olunmuş suyu dəstəmazda və ya qusulda və ya nəcasətin təmizləməsində istifadə etmək olarmı, olmazmı? Dəstəmaz və qusul almaq üçün və ya nəcasəti təmizləmək üçün 2 qüllədən, yəni təxminən 210 litrdən az miqdardakı istifadə olunmuş su ilə təmizlik keçərli doğru deyildir. Yəni, bu şəkildə olan təmizliklərdə, yəni dəstəmazda, qusulda və ya hər hansı bir nəcasəti təmizləməkdə az miqdarda istifadə olunmuş suyu təkrar istifadə etmək olmaz. Az miqdarda su 2 qüllədən az olan sudur ki, 2 qüllədə təxminən 210 litr suyun altında olan, yəni 210 litrdən az olan sudur ki, bu miqdarda olan istifadə edilmiş suyu yenidən nəcasətin təmizlənməsində, dəstəmaz və ya qusulda istifadə etmək olmaz. Yəni istifadə olunarsa, dəstəmaz keçərsiz olar, qusul keçərsiz olar, nəcasət də təmizlənmiş sayılmaz. Əgər dəstəmaz alan şəxs həmin sudan götürmə niyyəti olmadan əlini az miqdardakı suyun içinə salarsa, o su artıq istifadə olunmuş sayılar. Yəni əvvəllər sular kiçik hovuzlarda olardı. İnsanlar və ya kiçik qablarda olardı. İnsanlar onun içinə əlini salar, oradan suyu alar, qıraqda dəstəmazını alardı və ya əlini yuyardı və ya hər hansı bir nəcasəti təmizləyərdi. Yəni qab vasitəsilə almazdı, birbaşa əlini salardı, alardı. Bu fıqh kitablarda o zamanlarda yazıldığı üçün burada bu məsələlər qeyd olunur. Yəni hal-hazırda krantı açırıq, hazır oradan su gəlir və o şəkildə yuyuruq. Yəni bu ora adiyyəti yoxdur. Bunun məqsədi nədir? Yenə dediyim kimi hovuzlarda və ya qablarda su olardı. Əl onun içinə salınardı, oradan su çıxarılıb qıraqda dəstəmaz alınar və ya nəcasət təmizlənərdi. Bu onunla əlaqəlidir. Yəni o suya əl daldırıldıqda o sudan götürməyə niyyət edilməlidir. Orada əli yumaq yox, oradan suyu götürməyə niyyət edilməlidir. Suyun götürüldüyünə niyyət edilməzsə, orada əl yuyulmuş olar və o su istifadə olunmuş sayılar, artıq o su ilə yenidən dəstəmaz və ya qusul alınmaz. Lakin ikinci və üçüncü yuma kimi sünnə olan əməllərdə istifadə edilən su ilə təmizlik səhihdir, keçərlidir. Yəni, dəstəmaz üzvlərini yuduqda, fərz üzvləri yuduqda, dəstəmazın fərz üzvlərindən birisi məsələn üzü yuduqda, ilk yuma fərzdir. İlk dəfə üzü yuduqda, birinci yumada fərqli bir qaba suyu töküb, yenə başqa bir qaba ikinci və üçüncüləri yuyub tökdükdə, ikinci və üçüncülər sünnə olduğu üçün, dəstəmazın fərzi olmadığı üçün bunlar ilə yuyulmuş suyu təkrar istifadə etmək olar. Amma birinci dəfə üzü yuduqda fərqli qaba tökmüşdük, bu suyu yenidən dəstəmazda istifadə etmək olmaz. Edilərsə dəstəmaz keçərsiz sayılır. Çünki o su artıq fərzlərdə istifadə olunmuş su sayılır. Velhamdülillahi Rabbil alemin.